Salam dostlar, kanalımızda xoş gördük hər birinizi. Dostlar, demin birinci hissəsindən, deməli birinci hissə kitabından Həndəsənin əsas anlayışları mövzusunun 3-cü hissəsi ilə davam edirik. Qonşu və qarşılıqlı bucaqlar. İndi bunun suallarına baxacağıq. Dostlar, gəlin birinci sualdan başlayaq. Birinci sualda deyir ki, alfa bucağı ilə qonşu olan iki bucağın cəmi 280 dərəcədir. Alfa bucağını tapın. Dostlar, biz bilirik ki, hər bir bucağın bir dənə qonşu bucağı ola bilər. Onda biz bunu daha əyani şəkildə təsvir eləmək istəyiriksə, iki kəsişən düz xətt çəkirik. Aha. Dostlar, kəsişən düz xəttlərdə bilirik ki, qarşı bucaqlar bərabərdir. Alfa, alfa. Digər bucağa da beta yazsam, bunda qarşısı olacaq bizdə beta qədər. Və dostlar, alfanın qonşusu deyəndə alfanın qonşusu ya bu beta nəzərdə tutulur, ya da baxın, belə götürsəm digər beta nəzərdə tutulur. Yəni, bu o deməkdir ki, bucağın iki dənə qonşusu varsa, bu qonşuların ikisi də bir-birinə bərabərdir. Onda dostlar, iki dənə betanın cəmi bərabərdir bizdə 280 dərəcəyə. Bu o demək ki, 2 beta 280 dərəcədir və beta da bərabərdir 140 dərəcəyə. Dostlar, beta ilə alfa qonşu bucaqlardır. Yəni, cəmi 180 dərəcə eləyir. Beta 140 olduğuna görə 140 ilə nəyi toplasam 180 eləyər 40 dərəcəni. Deməli, alfa da 40 imiş. Bizdən də alfanın qiymətini istəyirdi. Bu da A variantıdır. Növbəti keçirik dostlar ikinci suala. Deyir ki, qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucağı tapın. Gəlin belə eləyək, əyani təsvir eləyək. İki kəsişən düz xətt çəkirəm dostlar. İki kəsişən düz xəttdə, baxın biz bilirik ki, baxın bu alfadırsa, bu da alfadır. Qarşı bucaqlar bir-birinə bərabər olur. Bu betadırsa, deməli bu da nədir? Betadır. Bu da qarşı bucaqlardır. Qarşı bucaqların tən bölənləri arasında qalan bucağı istəyir bizdən. Dostlar, alfa ilə beta, baxın, bizdə 180 dərəcə əmələ gətirir. Yəni, qonşu bucaqlar sayılır. Onda yazırıq, alfa üstə gəl beta bərabərdir 180 dərəcəyə. Aha. İndi dostlar, deməli, bizə deyir ki, qarşı bucaqların tən bölənləri arasında qalan bucağı tapın. Beta bucağının tən bölənini çəksəm, baxın, bu onun tən böləni, bu da onun qarşısındakının tən böləni. Qarşı bucağın tən böləni bilir ki, bucağı 2 bərabər hissəyə bölür. Beta bölü 2, beta bölü 2 olacaq. Digəri də beta bölü 2, beta bölünsün 2 şəklində olmalıdır. Və bu tən bölənlərin arasında qalan bucağı istəyir bizdən. Onda dostlar, beta bölü 2, üstə gəl alfa, üstə gəl beta bölü 2-ni toplamalıyam. Bu da alfa üstə gəlsin, elə beta deməkdir. Bu da bilirik ki, 180 dərəcə olacaq. Deməli, cavabımız yenə açıq bucağa bərabər olur. Yəni, 180 dərəcə. Növbəti keçirik dostlar. Üçüncü sual. Deyir, qonşu bucaqların tən bölənləri arasında qalan bucağı tapın. Dostlar, deməli, bir dənə açıq bucaq çəkirik. Bilirik ki, qonşu bucaq anlayışı açıq bucaqda var. Açıq bucağın ixtiyari bir şüasını çəkirəm. Yəni, açıq bucağın təpəsindən keçən ixtiyari bir şüa çəkirik. Və həmin şüa bu açıq bucağı 2 dənə bucağa bölür. Alfa, beta. Dostlar, biz bilirik ki, alfa ilə beta qonşudur və bunların cəmi bərabərdir 180 dərəcəyə. İndi dostlar, bunların tən bölənlərini çəkirəm. Alfanın tən böləni, aha, bu da olsun bizdə deməli beta bucağının tən böləni. Bunların arasında qalan bucağı istəyir. Dostlar, betanın tən böləni bucağı 2 bərabər hissəyə böləcək. Beta bölü 2, beta bölü 2 şəklində. Alfanın da tən böləni bunu alfa bölü 2, alfa bölünsün 2 şəklində 2 hissəyə ayırır. Bu tən bölənlərin arasında qalan bucağı istəyirsə, baxın, bu hissəni nəzərdə tutur. Bu da alfa bölü 2 ilə beta bölünsün 2-nin cəmi deməkdir. Bu da 2-də alfa plus beta, bu da 2-də alfa plus beta 180-dir. Bu da bərabərdir 90 dərəcəyə. Deməli, cavabımız B variantıdır. Keçirik növbəti 4-cü suala. Dostlar, 4-də deyir ki, EC şüası MYP-nin tən bölənidir və CYK bizdə 137 dərəcədir. Deyir ki, KY-min dərəcə ölçüsünü tapın nəyə bərabərdir? Dostlar, diqqət edirsinizsə, mötərizədə belə bir cümlə verilib. PY və K nöqtələri bir düz xətt üzrə yerləşir. Yəni, baxın, PYK bir düz xəttin üzərindədir. Bu o deməkdir ki, PYK bucağı bizdə açıq bucaqdır, yəni 180 dərəcəyə bərabərdir. Onda dostlar, 180 dərəcəyə bərabərdirsə, bizim deməli MYK, CEM və CEP bucaqlarının cəmi bizə 180 dərəcə verməlidir. İndi dostlar, bizə deyir ki, CE şüası MYP-nin tən böləndir.
Yəni, bura x-dırsa, burada bizdə x qədərdir. Digər tərəfdən CYK bucağı 137 dərəcədir. Baxın, bu bucaq deməli bizdə 137 dərəcədir. Onda dostlar, KYP açıq bucaqdırsa, 137 dərəcə ilə, deməli 137 dərəcə ilə biz bucaq CYP-ni toplasaq, bizə açıq bucaq, yəni 180 dərəcə verməlidir. Onda CYP-ni tapmaq üçün 180-dən 137-ni çıxırıq. Bu da bərabərdir bizdə 43 dərəcəyə. Deməli, bu hissə bizdə 43 dərəcədir. Onda dostlar, MYC də deməli bizdə 43 dərəcə olacaq. Aha, onda MYK-nı tapmaq üçün bucaq MYK bərabərdir bizdə 180-dən deməli çıxıram 2 dənə 43 dərəcəni. Bu da bərabərdir 180 dərəcə çıxılsın 86 dərəcə. Bu da bərabərdir bizdə 94 dərəcəyə. Deməli, cavabımız D variantıdır. Növbəti keçirik dostlar 5-ci suala. Oxşar sual verdi. BD şüası ABC-nin tən bölənidir. Yəni dostlar, bu bucaq x-dırsa, bu da bizdə x qədərdir. Deyir ki, DYB bucağı, DBY bucağı deməli 139 dərəcədir. Baxın, bu bucağımız 139 dərəcədir və ABY-nin qiymətini bizdən istəyir. Baxın, ABY bucağını bizdən istəyir. İndi dostlar, bizə deyir ki, CBY nöqtələri bir düz xət üzərindədir. Baxın, bu üç nöqtə bir düz xət üzərindədirsə, onda bizim CBY bucağımız açıq bucaqdır, yəni 180 dərəcədir. Onda bu o deməkdir ki, bucaq CBD ilə, baxın, bucaq CBD ilə, deməli, bucaq daha doğrusu, bucaq DBY-nin cəmi bərabərdir bizdə 180 dərəcəyə. DBY bucağımız 139 dərəcədir. 180-dən 139-un çıxanda nəticədə 41 dərəcə qalır. Deməli, CBD bucağımız 41 dərəcədir. Onda dostlar, DBA bucağı da 41 dərəcədir və biz bilirik ki, DBY bucağı, baxın, bucaq DBY, bərabərdir bizdə bucaq DBA ilə, deməli, bucaq ABY-nin cəminə, DBY bucağı bizdə 139 dərəcədir, DBA bucağı 41 dərəcədir. Bizdən ABY-nin qiymətini istəyir. Onda 139-dan 41-ini çıxaram, nəticədə qalar, deməli, 98 dərəcə. Deməli, ABY bucağının qiyməti bizdə 98 dərəcə olmalıdır. Bu da D variantıdır. Növbəti keçirik 6-cı suala. Dostlar, 6-cı sualda deyir ki, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 40 dərəcədir. Bu bucaqları tapın. Deməli, dostlar, iki düz xət kəsişir. Kəsişən zaman bilir ki, qarşı bucaqlar bir-birinə bərabər olur. Alfa, alfa, beta, beta şəklində. İki bucağın cəmi 40 dərəcədirsə, deməli, bunların ikisi də iti olub ki, bunların cəmi 40 dərəcə eləyib. Onda ikisi də itidirsə, deməli, bunlar bərabər bucaqlardır. Çünki bizdə deməli 4 dənə bucaq alınırsa, ya hamısı 90 dərəcə olmalıdır, ya ikisi iti, ya da ikisi kör bucaq olmalıdır. Yəni, bu şəkildə ola bilər. Onda ikisi 40 dərəcədirsə, deməli, 2 dənə eyni bucağın cəmi 40 dərəcə olub, onda hərəsinə 20 dərəcə düşübdür və biz bilirik ki, 2 dənə müxtəlif bucağın qiyməti bizə 180 dərəcə verməlidir. Yəni, alfa ilə 20-nin cəmi 180 dərəcə verirsə, deməli, alfamız da 160 dərəcədir. Onda bizim alfamız 160, bunun qarşısı da olacaq 160 dərəcə. Deyir ki, bu bucaqları tapın. Bizdən deməli, bərabər olan 40 dərəcəyə, cəmi 40 dərəcəyə bərabər olan bucaqları istəyirdi. Bu da 20-20 C variantıdır. Digər bucaqları istəmirdi. Dostlar, 7-ci suala baxıram. Deyir ki, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan 3-ü alfa, beta və qammadır. Alfa 20 dərəcə olarsa, 2 beta üstəgəl qamma cəmindən ala biləcək qiymətləri tapın. Gəlin belə eləyək. Dostlar, deməli, iki düz xət kəsişir. Deyir ki, bu bucaqlardan 3-ü alfa, beta, qammadır. Deməli, alfaya gətirib mən 20 dərəcə yazıram. Bu zaman 20-nin qarşısı da 20 dərəcə olur. 20 dərəcə olur. Deməli, onda bizdə bilirik ki, iki qonşu bucağın cəmi 180 olmalıdır. 20 ilə bunun qonşusu 180 edirsə, qonşusu olmalıdır 160 dərəcə. Onda digər bucağa 160 yazırıq. Bunun qarşısı da olmalıdır bizdə 160 dərəcə. Dostlar, biz alfanın 20 dərəcə olduğunu bilirik. Qalır beta ilə qamma. Dostlar, beta ilə qammanın qiyməti birinci halda beta ola bilər ki, 160 dərəcə olsun. Qamma deməli bərabər olsun. Qamma da bərabər olsun. Deməli 160-a. Bu bir haldır. İkinci hal budur ki,
Betamız bərabərdir 160 dərəcəyə, qamma bərabərdir 20 dərəcəyə və dostlar, üçüncü halımızsa budur ki, beta bərabərdir 20 dərəcə və qamma da bərabərdir 160 dərəcəyə. İndi dostlar, məndən 2 beta üstəgəl qamma cəmini istəyir. Birinci halda 2 beta üstəgəl qammamız bərabərdir. 160-ı 2-yə vurub üzərinə bir də 160 gəlirik. Bu da bərabərdir 160-ın 3 qatı, yəni 480. Bu birinci haldır. İkinci halda dostlar, 2 beta üstəgəl qamma cəmi bərabərdir. 2-ni vururam 160-a, üzərinə gəlirəm 20-ni. Bu da eləyəcək 320, 20 də gələndə alırıq 340 dərəcə. Və dostlar, üçüncü halda 2 beta plus qamma cəmi bərabərdir. 2-ni vururam 20 dərəcəyə, üzərinə gəlirəm 160-a. Bu da bərabərdir 40 ilə 160-ın cəmi, bu da eləyəcək 200 dərəcə. Mümkün halların cəmini istəyir. 480, 340 və 200-ü toplayıram. 480, 340-ın cəmi 820, üzərinə bir də 200 gələndə alırıq 1020 dərəcə. Deməli, bu da olacaq bizdə B variantı. Növbəti keçirik dostlar 8-ci suala. 8-ci sualda deyir ki, qonşu bucaqların dərəcə ölçüləri 3A plus 2, 3A plus 4 nisbətindədir. Bu bucaqların dərəcə ölçüləri natural ədədlər olarsa, A-nın ala biləcəyi natural qiymətlərin sayını tapın. Dostlar, söhbət qonşu bucaqlardan gedir. Biz bilirik ki, qonşu bucaqların cəmi bizə 180 dərəcə verməlidir. Nisbət şəklində 3A plus 2, 3A plus 4 veribsə, deməli, bucağın biri 3A plus 2x imiş, digəri də 3A üstəgəlinsin 4x imiş. Bərabərdir cəmimiz, deməli 180 dərəcəyə. Bunu da toplayanda x vuruğunu kənara çıxarırıq. 3A plus 2 ilə 3A plus 4-ün cəmi bizə 6A üstəgəlinsin 6 verəcək. Bu da bərabərdir 180 dərəcəyə. Bu da x vurulsun. Deməli, 6-nı kənara çıxarıram. Mötərizədə A plus 1 qalır. Bu da bərabərdir 180 dərəcəyə. Və hər tərəfə 6-yı ixtisar eləsək, x vurulsun A üstəgəl 1. Bərabərdir 180-i 6-ya böləndə qalır 30 dərəcə. İndi dostlar, A-nın ala biləcəyi natural qiymətlərin sayını istəyir. Deməli, mən x-a 1 versəm, bu zaman A-mız ola bilər. Deməli, 1-i 30-a vuranda 30 olur. A 29 olmalı ki, 29 1-in cəmi 30 eləsin. X-a 2 desək, bu zaman A plus 1-imiz 15 olmalıdır. Deməli, A-ya 14 düşəcək. 1 gələndə 15 eləsin. 3 desək, A plus 1-imiz 10 olmalıdır. Bu zaman A-ya 9 düşür. 4 verə bilmərik. Kəsir qiymət alınacaq. Natural deyir. X-a 5 desək, A plus 1 6 olur. Onda A-ya 5 qalacaq. X-a 6 desək, A plus 1-imiz 5 olur. Bu zaman A-ya 4 qalır. X-a biz 10 desək, A plus 1-imiz 3 olur. Bu zaman A-ya 2 qalır. X-a 15 desək, bu zaman 15 desək, bu zaman A plus 1-imiz olmalıdır bizdə 2 qiyməti, A-ya 1 düşür. X-a artıq 30 desək, A plus 1 olmalıdır bizdə 1, bu zaman A-ya 0 düşür. A-nın ala biləcəyi natural qiymətləri istəyir bizdən. Natural qiymətlər deyəndə A-ya 0 deyə bilmərik. Deməli, 30 halını götürməyəcək. Mümkün halların sayını istəyirdi. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə mümkün hal yaranır. Deməli, cavabımız 7 olacaq. Növbəti keçirik dostlar 9-cu suala. 9-cu sualda deyir ki, alfa və beta qonşu bucaqları üçün uyğunluğu müəyyən edin. Deməli dostlar, alfa bərabərdir. Birinci halda yazıbdır. Deməli, 45 dərəcə. Biz bilirik ki, qonşu bucaqların cəmi bərabərdir 180 dərəcəyə. Bucağın biri 45-dirsə, 180-in 45-ini çıxanda digərinə də 135 dərəcə qalır. Deməli, betamız 135 olmalıdır. Deməli, 1-ə C variantı uyğun gəlir. Digər tərəfdən burada bucaqların fərqi də var. Beta minus alfa fərqi 135 çıxılsın 45 dərəcə. Bu da bərabərdir 90 dərəcəyə. Deməli, eyni zamanda D variantı da uyğun gələcək. Keçirik ikincisi. İkincisində alfa bərabərdir 73 dərəcə yazıb. Alfa plus beta bərabərdir 180 dərəcəyə. Əgər alfa 73-dürsə, 180-in 70-ini çıxanda yerdə qalır. Deməli, 107 dərəcə. Beta da 107 olmalıdır. Deməli, 2-yə B variantı uyğun gəlir və beta minus alfa fərqi bərabərdir 107-dən çıxıram 73-ünü. Bu da bərabərdir 34 dərəcə. 34 isə variantda yoxdur. Və dostlar, 3-cü hala baxırıq. Deməli, alfa bərabərdir 127 dərəcə yazıbdır. Bu zaman alfa plus beta bərabərdir 180 götürsək,
Bucağın biri 127-dirsə, 180-dən 127-sini çıxanda nəticədə qalır, deməli 53 dərəcə. Deməli, digər də 53-dür. Üçüncüyə A variantı uyğun gəlir və beta minus alfa fərqi 53-dən 127 çıxanda mənfi eləyir, variantda da mənfi yoxdur. Deməli, bu şəkildə də saxlamalıyıq. Növbəti keçirik dostlar 10-cu suala. Gəlin baxaq. 10-cu sualda deyir ki, AB açıq bucağının təpə nöqtəsindən onunla eyni yarım müstəvidə olmaqla OC və OD şüaları çıxıbdır. Deyir ki, gəlin indi çəkək bunu. Deməli, 10-cu sualımızda AB açıq bucaqdır. Baxın, bu deməli o açıq bucağın təpə nöqtəsi. Aha. Deyir ki, OC və bir dənə də deməli OD şüası çəkirik. Biri OC olsun, digəri də OD. Deyir ki, AOC-nin BOC-yə nisbəti 2-nin 3-ədir. AOC-yə mən 2x desəm, bu zaman BOC-miz olacaq bizim 3x qədər. Aha. Deyir ki, AOD-nin BOD-yə nisbəti 3-ün 2-yədir. Aha. AOD-nin deməli BOD-yə nisbəti 3-ün 2-yədir. Bu zaman deməli bura gətirib 3y yazsaq, digərinə də 2y düşəcək. Bizdən bucaq COD nəyə bərabərdir? Bunu soruşur. Dostlar, birinci halda baxsaq, AOD-nin DOB-yə nisbəti 2-nin 3-ə. Bu zaman 2x ilə 3x-in cəmi bərabərdir 180 götürürük. Bu zaman 5x-imiz bərabərdir 180 dərəcə. X də bərabərdir 180-i 5-ə bölsəm alıram 36 dərəcə. Onda bucaq AOC bərabərdir 2x-a. Bu da 2 vurulsun 36 bərabərdir 72 dərəcə. Deməli, alırıq ki, AOC-miz 72 dərəcəymiş. Bu bir. İkincisi dostlar, ikinci halla deməli, AOD-nin DOB-yə nisbəti 3y-in 2y-ə nisbətidir. Bu halda baxsaq, 3y-lə 2y-in cəmi 180 dərəcə verir. 5y-im 180 dərəcədir. Y-i də yenə 36 dərəcə tapırıq. Onda dostlar, bucaq BOD-ni axtarsaq, BOD də 2y qədərdir. Bu da 2 vurulsun 36 bərabərdir 72 dərəcəyə. Bu da olacaq 72 dərəcə. Məndən COD bucağını istəyirsə, deməli, bucaq COD üstəgəl 72, üstəgəl bir dənə də 72 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan bucaq COD bərabərdir 180-dən 2 dənə 72, yəni 144 çıxsaq, nəticədə qalacaq 36 dərəcə. Deməli, cavabımız 36 dərəcə olmalıdır. Növbəti keçirik 11-ci suala. Dostlar, 11-ci sualda deyir ki, AB açıq bucağının təpə nöqtəsindən onunla eyni yarım müstəvidə olmaqla OC və OD şüaları keçirilibdir. Yəni, çıxıbdır. Dostlar, bir dənə götürürük, AOD açıq bucağı çəkirik, AOB açıq bucağı çəkirik və bu bizim OC şüamız, deməli, biraz sərgəl çəkək, bu bizim OC şüamız və digəri də OD şüamız. Aha, deyir ki, AOC-nin BOC-yə nisbəti 2-nin 7-yədir. Yəni, bura 2x-dir, burada nə qədərdir? 7x-dir. AOD-nin BOD-yə nisbəti 7-nin 2-yədir. Deməli, bu hissə 7y olanda burada olur bizdə, deməli, 2y qədər. Deyir ki, bucaq COD nəyə bərabərdir? Bunu tapın. Yəni də dostlar, bayaqki kimi həll eləsək, AOC-nin COB-yə nisbəti 2-nin 7-yə verib. Onda 2x ilə 7x-in cəmi bizə qonşu bucaqları verir. 180-ə bərabər edirik. 9x 180-dir, x də bərabərdir 20. Onda bucaq AOC bərabərdir bizdə 2x-a, yəni 220-nin bu da bərabərdir 40-a. Deməli, AOC bucağımız olacaq bizim 40 dərəcə. Bundan sonra dostlar, y-dən baxsaq, AOD-nin DOB-yə nisbəti 7y-in 2y-ə. Yəni, 7y-lə 2y-in cəmi yenə də 180 verəcək. 9y-im 180-dir. Buradan alıram ki, y-də elə 20 dərəcəymiş. Bu zaman bucaq BOD-ni axtarsaq, bu zaman 2y-dir, yəni 2 vurulsun 20, bu da olacaq 40 dərəcə. BOD-miz də deməli 40 dərəcədir. 40 dərəcədir. Bundan sonra dostlar, deməli, biz bilirik ki, AOB bucağı 3 bucağa bölünüb, AOC-miz 40 dərəcə, COD-miz deməli, elə COD şəklində yazırıq və DOB-miz də 40 dərəcə, bərabərdir 180 dərəcəyə. Buradan bucaq COD bərabərdir 180-dən 2 dənə 40, yəni 80 çıxırıq, bu da qalır 100 dərəcə. Deməli, cavabımız 100-ə bərabər olmalıdır. Növbəti keçirik sonuncu 12-ci sualımıza. Dostlar, 12-ci sualda nə deyir bizə? 12-ci sualda deyir ki,
Alfa və beta iki düz xəttin kəsişməsindən alınan qonşu bucaqlardır. Alfanın dərəcə ölçüsü 20% azaldılıb x bucağı, betanın dərəcə ölçüsü 70% artırılıb y bucağı alınıb. X və y bucaqlarının cəmi 180 dərəcə olarsa, alfa və betanın ala biləcəyi deməli qiymətləri tapın. İndi dostlar, deyir ki, alfa və beta deməli qonşu bucaqlardır. Onda gəlin belə eləyək. Deməli, açıq bucaq təpəsindən, bunu oyuna işarə eləyirəm. Deməli, bir dənə şüa çəkdik. Bu iki dənə bucağa böldü alfa və beta bucağı. Deyir ki, alfanı 20% azaltsaq, deməli, x bucağı alınar. X bərabərdir, deməli, alfanı 20% azaldırıq. 20% azaltmaq 100 minus 20, yəni 80-ə vurmaq deməkdir. Və deməli, betanı da 70% artırsaq y bucağı alınır. Bu da beta vurulsun 100-də olacaq 70% artırmaq 100 plus 70, yəni 170 yazırıq. Bunları biraz da sadələşdirsəm 0,8 deməli alfa yazmalıyam. Alfa və digərində 1,7 beta şəklində yazmalıyıq. Biz bilirik ki, alfa ilə betanın cəmi bərabərdir 180 dərəcəyə. X ilə y-in cəmi də deməli deyir ki, 180-ə bərabərdir. Mən x, y yerinə, x-in yerinə 0,8 deməli alfa, y-in yerinə də 1,7 beta yazsam, yenə 180 dərəcəyə bərabər edə bilərəm. X, y cəmi də deyir 180-dir. Biz sadəcə x, y-ə deməli onların alfa, beta qiyməti ilə əvəz elədik. İndi dostlar, bu sistem tənliyi həll eləsək, bu zaman deməli nə edə bilərik? Götürürəm birinci tənliyin hər tərəfini 0,8-ə vururam. Bu zaman 0,8 alfa üstə gəlsin 0,8 beta bərabərdir. 180 0,8-ə vuranda alırıq 144 dərəcə. Və 0,8 alfa üstə gəlinsin. Deməli 1,7 beta bərabərdir 180 dərəcəyə. Bu zaman tərəf-tərəfə çıxsam 0,8-dən 1,7-ni çıxanda mənfi 0,9 beta alıram. 144-dən 180-i çıxanda da mənfi 36 dərəcə alıram. Buradan beta bərabərdir. Mənfilər gedəcək. 36-nı 0,9-a böləndə alırıq 40 dərəcə. Beta 40-dırsa, alfa ilə beta qonşuydu. Bucağın biri 40 dərəcə olanda 180-dən 40-ı çıxanda digərinə də 140 dərəcə qalır. Və dostlar, deməli bizdən soruşurdu ki, alfa və betanın ala biləcəyi qiymətləri tapın. Biz alfanı 140 dərəcə, betanı da 40 dərəcə tapdıq. Deməli, cavabımız da elə budur. Dostlar, bu da bu izahımızın sonu. Sağ olun, salamat qalın.